Həyat biz planlar qurarkən başımıza gələnlərdir deyib bilmirik və bu məlumatla nə edəcəyimizi heç düşünməyib. Bəlkə də düşünüb, amma bunu bilə bilmərik. Bildiyimiz odur ki, əlimizdə belə bir məlumat var. Stəkanın dolu tərəfindən baxsaq, gələcək mehriban bir ana kimi isti qollarını açıb bir sürü xoş ehtimalla bizi gözləyir. Stəkanın boş tərəfindən baxanda isə həyat axıb gedir. Sən durduğun yerdə dünya səni buradan götürüb ora atmır və özün nəsə eləməlisən. İndi də mən 34 yaşında tam olaraq nə yetişkin olmağı, nə də uşaq qalmağı bacaran mən, bu məlumatı sehirli bir kürə ya da partlamağa hazır bir bomba kimi ovucumda möhkəm-möhkəm tutub ona baxıram və onunla nə edəcəyimi bilmirəm. Səncə nə etməliyəm ay fikirçi? Görəsən hər şeyin başını buraxmalıyam ki, planlar qurmağın heç bir mənası yoxdur. Yəni sən özünü axşa burax. Onsuz da həyatın öz planları var və həyatın planları mütləq ki, sənin planlarını döyər. Yoxsa yoldan möhkəm yapışıb bir istiqamət seçməliyəm və o tərəfə getməliyəm. Yoldakı vəziyyətə uyğun yenə yeni qərarlar verib, yeni istiqamətlər müəyyənləşdirməliyəm. Heç bir fikrim yoxdur. 10 gün əvvəl ad günüm idi. Üstündən aylar keçibmiş kimi gəlir mənə. Amma həm də elə bil dünən olub. Qəribə hissdir. Zamanın axışı onsuz da məni həmişə çaşdırır. Elə bil çox sürətlə geriyə axan bir çay kimidir. Deyirəm də qəribə hissdir. Əslində sənə tamam başqa şeylər danışacaqdım. Çox fərqli ruh halındaydım. Yəni ad günümdə çox qəşəng oyanmışdım. Çox yaxşı hiss eləyirdim. Sakit, huzurlu, həyatından və ən əsası özündən razı bir fərdə idim. İçimdə minnətdarlıq var idi hər şeyə görə. İndi də var, amma həmin gün o his daha parlaq idi. Çox pozitiv dalğaya köklənmişdim. Hətta bu il üçün düşünmüşdüm ki, böyütməyəcəm heç nəyi. Çünki normalda mən xüsusi günlərə həddən artıq məna yükləyirəm, çox önəmsəyirəm. Hər il yeni yaşımda bilsən necə bir his gəlirdi mənə. Sanki yeni yaşıma girəndə sehirli bir pərdə peyda olacaq və yaşım tamam olanda mən o pərdədən digər tərəfə keçəcəm. Orada məni möcüzələr, yeni hadisələr, yeni həyat və ən əsası daha yaxşı bir pərdə gözləyəcək. Bu il elə bir arzum da, elə bir inancım da yox idi. Buna ehtiyac duymurdum çünki. Yəni hər şey çox sadə şəkildə axırdı və elə də olsun istəyirdim. O pərdənin mövcudluğunu belə xatırlamırdım. Bu il tək düşündüyüm o idi ki, sevgiyə yaxın olmaq, sevgi ilə və ən əsası sevdiklərinlə əhatə eləməkdir əsl möcüzə. Onların sağlam olduğunu, yanında olduğunu bilmək. Bax, bunlardan danışacaqdım sənə. Həyatımla bağlı verdiyim bir qərarı uzun-uzun bölüşəcəkdim səndən. Sadəcə iş elə gətirdi ki, hər şey çox başqa cür oldu. Əvvəl evdə öz aramızda ad günümü qeyd elədik və dediyim kimi çox da yaxşı hiss eləyirdim. Axşam hamı dağılışıb mən öz otağıma çəkiləndə, saat 12-yə doğru içimdəki bütün o xoş hisslər Cinderellanın arabası kimi boranıya çevrildi elə bil. O təvazökar xoşbəxtlik, o rahatlıq hissi, o razılıq hissi birdən-birə yoxa çıxdı. Həmdən oturub sənə yazmaq istədim, amma dedim qoqalsın. Həm yeni yaşımın ilk sonrasını demiş olum, həm də ki əsas məsələ, o boranı biraz gözləsin, başımın içindəkilər də dəmlənsin ki, sənin üçün o borandan təzə nəsə bişirim. Belə baxanda həqiqətən də elə oldu. Təzə söhbətlər çıxdı. Bax, indi mən də onlarla əlbəyaxayam. Bu yaşımda düşünürdüm ki, təslimiyyət içində olacağam. Yəni, ən azından bunu sınamağa çalışacağam. Axşa, həyata güvənəcəm bir növ. Yəni, həyatım məni o tərəfə itələmək istədiyi, amma mənim var gücümlə dirəşdiyim, durduğum yerdə durmağa çalışdığım, müqavimət göstərdiyim şeyləri qəbul eləmək, təslim olmaq idi niyyətim. Deyirdim, yoxlayaq da, görək nə olur. Bəlkə orada məni təhlükə ya da negativ şeylər yox, böyük sevinclər qarşılayacaq. Və nə oldu? Həmişəki kimi. Mən nə vaxt hansısa bir mövzuda qərar qəbul eləsəm, bir mövzunu ağlımda konkretləşdirsəm, onunla bağlı mütləq ki nəsə çıxır. Həyat mənim üçün başqa kart açır. Yenə də elə oldu. Ad günümdə birdən-bir əhvalımın dəyişməsi kefimi bir balaca pozsa da, əsas işləri korlayan bir neçə il əvvəl yazdığım səhər vərəqləri oldu. Səhər vərəqləri barədə eşitməmiş olmazsan çox güman, bir ara çox populyar idi, amma belə eşitməmsənsə qısaca deyim. Julia Cameron'un, ümid eləyirəm adını səhv tələffüz eləmədim, Sənətçinin Yolu kitabında tıxanıqlıq yaşayan ya da yaradıcılığını inkişaf etdirmək istəyən insanlar üçün məsləhət gördüyü bir metoddur bu. Yəni hər səhər oyanıb telefona baxmadan, heç kimlə danışmadan, ya sevdiyin bir dəftərə ya da kompüterə ağlından keçənləri yazırsan. Burada məntiqli, mənalı bir şey yazmaq məcburiyyətin yoxdur. İstəyirsən alış-veriş siyahısı yaz, istəyirsən bütün o səhifələr boyunca ağlıma heç nə gəlmir yaz. Amma əsas odur ki, doldur o səhifələri.
Tək qayda budur. Dəftərdə 3 səhifə yazırlar, səhv eləmirəmsə, mən birbaşa tətbiqindən istifadə eləyirdim deyə 700 söz limiti qoymuşdum. Belə sənə asan gələ bilər, amma əsla deyil. Yəni bir nöqtəyə kimi bilmirsən nə yazasan. Havadan, sudan boş-boş şeylər yazırsan. Amma sonra qəribə bir formada zehin axışı başlayır və üzə çıxan hisslər adamı çox təəccübləndirir. Yəni səhər vərəqlərinə yaradıcılığımı inkişaf elətdirmək üçün başlamışdım. Tək səbəbim bu idi. Amma sonra məni sakitləşdirdiyini, daha yaxşı hiss elətdirdiyini gördüm. Ən əsası sanki fikirlərimi səliqəyə salırdı. O dağınıqlığı azaltmağa kömək eləyirdi mənə. Yəni bir növ zehnimdəki xaos bir balaca sakitləşirdi. Ona görə kiçik fasilələr versəm də, səhər vərəqlərini yazmağı demək olar ki, heç dayandırmadım. Bir də bu tətbiqlə bağlı ən sevdiyim şey odur ki, hər gün yazanda əvvəlki illərdə həmin günə yazdığımı da oxuyuram. Yəni bir növ tarixdə bu günə baxıram. Bu dəfə də 2 il əvvəl yazdıqlarıma baxdım, amma bu dəfə xoşa gələn bir şey olmadı. Yəni yazdıqlarım məni çox qıcıqlandırdı. Çünki onda da yenə eyni ad günü gecəmdəki kimi hiss eləyibmişəm. Üstəlik yazmışam ki, günün sonunda sanki sehir pozuldu. O sehir pozuldu cümləsi var ha. O bu il yazdığım hisslərin boranıya çevrildi cümləsinə 2 il əvvəldən salam göndərdi. Dedi, əslində sən də mənsən. Sadəcə fərqli şəkildə yazılmısan. Bu da məni bir tık məyus elədi. Yəni vəziyyətə eyni yerdən baxdığımı görmək bir xeyli keyfimi pozdu. Dedi, nə oldu bəs dəyişmişdin? Bu il təslimiyyət deyirdin, məntiq filan, möcüzə gözləmirdin. Nə oldu? Baxdım belə çıxır ki, dildə belə deyirmişəm də, amma içimdə başqa şey gözləyirmişəm. Yəni bütün o sözlər hamısı ruhumun yox, ağlımın sözləriymiş. Yəni ruhum yenə pərdənin arxasındakı möcüzələri, unicornları, sehir filan gözləyirmiş. Özü bunu gizlin eləyirmiş. Məndən belə gizlin. Elə mən qıcıqlandıran da bu oldu. Hamı gedəndən sonraki o hiss mənə dedi ki, əmin sən heç nə gözləmədik və kimi aldırsan sən? Yenə içimdə fikirlərlə hisslər başladı şıllaq atmağa. Onsuz da dayanmırlar, amma arada biraz bərk güppultu salırlar. Elə ad günümün səhəri nə eşitdiyimi sənə deməyəcəm, amma çox pis bir xəbər aldım və məni möhkəm silkələyən bir şey oldu bu. Bunu gözləmirdim deməyəcəm. Amma ağlıma gətirmədən bərk qorxurdum. Yəni otaqda bir fil var idi. Mən də hər dəfə gözüm sataşanda tez üzümü çevirirdim, ona tərəf baxmırdım. Gəlib dedilər, bax, burada fil var. Bu xortumu, bu ayaqları. Nənəmin bir sözü vardı, nıxtım batdı. Yəni bax tam ondan oldu mənə də. Yəni bu söhbət mənim nıxtımı batırdı. Bütün gün bu xəbərin havasında gəzdim. Yəqin ki, uzun bir müddətdə tüstüləməyə davam eləyəcəm. Məndən olsa yenə də filə baxmamağı seçərdim, amma neyniyək day keçib. Ayın 12-si, yəni yeni yaşımın 2-ci günü pişiyim öldü. 3-cü günsə, yəni ayın 13-ü sənə bizim planetdən köçən dostumla bağlı danışmışdım yadında. Bax, o dostumla bağlı bir video gördüm. Yəni mən əslində o məsələni içimdə bağladığımı düşünürdüm. Yəni əvvəlki qədər məni narahat eləmirdi, amma o səhnələri, o qarlı dağları filan görəndə mənə qəribə klaustrofobik bir hiss gəldi. Video bastı məni elə bil. Yəni incitmək, kədərləndirmək kimi yox da, üstümə çökən o ağırlıq ki var, o çox bərk çökdü. Və beləliklə emosional çöküşüm tamamlandı. Hal-hazırda deyə bilmərəm ki, çox depressivəm ya da çox dərdli, kədərli hiss eləyirəm. Elə deyil, amma adam da bir niyə deyə soruşmaq istəyirdi. Yəni nə ehtiyac vardı ki, təzə yaşıma qədəm qoyan kimi bütün bu hadisələrin üst-üstə gəlməyinə? Nə dedi ki, həyat mənə? Dedi, sən saydığını say, mən özüm bilərəm nə edəcəyimi. Ya dedi, al gəldi sənə təslimiyyət. İndi təslim ol görək necə olursan. Ya hər şeyin başını buraxmağımı məsləhət gördü. Yəni nə demək istədi də mənə? Yəni bəlkə də sadəcə təsadüf idi, amma belə baxanda təsadüflərdə təsadüfən olmur axı. Hər nə idisə belə oldu. Kaş olmayaydı demək istəyirəm, amma içimdəki müdrik fərdə pankart açır ki, belə olubsa deməli belə olmalıymış, ilahi plana qarışmaq bizə düşməz. Amma yenə də çətindir. Yəni düz deyir, bilirəm, amma bu çətin olduğu reallığını dəyişdirmir. Yəni bilsən, mən kainatdan gələn mesajları, kodları açmağı sevən biriyəm. Yəni həmişə hadisələrin arxasındakı yıllara baxıram ki, bu hadisə mənə nə dedi görəsən. Yəni bu dəfə amma tam tuta bilmədim. Deyirəm, bəlkə həyat mənə yeni yaşımdan spoiler verdi. Dedi, 34-də sürünəcəksən, bu sadəcə fraqmentdə hazır ol. Yəni qorxu, şiddət, dəhşət, 34 yaş və üzəri. Balacaları ekrandan uzaq saxlayın. Onu demək istədi görəsən.
Yoxsa həyatda da hər şey ola bilər, hər şeyi kontrol eləyə bilməzsən. Sən öz yoluna bax, ümidli ol. Səndən asılı olmayan şeylərin səni dayandırmağına imkan vermə. Bla bla bla. Mesajı idi bu mənə. Bilmirəm. Bəlkə də həyat mənə biraz daha da qorxu gəlmək istədi. Dedi, nə qədər ki özünü mərkəzə qoymayacaqsan, bax belə olacaq. Heç bir fikrim yoxdur, amma hələ ki yaxşı hiss elətdirmədiyi dəqiqdir. Sadəcə bilsən məsələ nədir? Yəni hisslərin keyləşməsidirmi səbəb, yoxsa lazımından çox möhkəm olmaqmı? Yəni bir şey səni incidirsə bilirsən ki, hə də indi mənim içimdəki şey kədərdir, məni yandırır ya da hər şey yaxşıdır ya da ortababdır filan. Mən tuta bilmirəm indi nə hiss elədiyimi. Okey, yəni içimdən qovruluram. Amma bu hissə tam ad qoya bilmirəm. Yəni bu bölümü yazmaq belə 10 gün vaxtımı aldı. O qədər çətin alındı ki, yəni 1000 dənə şey keçirdi ağlımdan. O qarşılıq da məni qoymurdu oturub yazmağa. Deyirdi, mən seni üzerim kızım. Mən də gördüm fikirlərim supa dönüb, dedim, əşi düşün, biraz yeriyim, hava alım. Yenə beynimin pedallarını ayaqlarıma bağladım, biraz yeridim, biraz pisilərlə oynadım, biraz podkasta qulaq asdım. Sonra təzə ilişdiyim köhnə bir mahnını 35 dəfə təkrar döndürdüm. Sonra dedim ki, okey Fəridə, başqa bir mahnıda deyildiyi kimi, yəni gəlsin, həyat bildiyi kimi gəlsin. Biz yenə özümüzü sevməyə davam, rənglərimizi qorumağa davam, bütün gözəl cəhətlərimizlə parlamağa davam. Biz niyyətimizi təmiz tutaq, qalanı qalıb Allaha. Ay, belə ay fikirçi. Sona yaxınlaşarkən İllər əvvəl özümə yazıb varlığını unutduğum, üzə çıxmaq üçün ən doğru zamanı gözləyən bir canım məktubu oxumaq istəyirəm sənə. Hazırsansa getdik. Canım Fəridə, özünü sev, özünü qucaqla, öz qayğına qal. Sən olmasan əgər bütün dünya yığışsa bir yerə xoşbəxt edə bilməzlər səni. İlk kərpici sən qoymasan, təməli sən atmasan, möhkəm olmaz dünyan. Sən hələ çox guruldayacaqsan, təbiətin belədir çünki. Amma sonra bir nəfəs alıb günəşin əlindən tutmağı da bil. Tut ki, için rənglənsin. Gülüşündən göy qurşağı süzülsün dünyaya. Cibindəki nağılları çox gizlətmə orada. Cibin böyümədiyi üçün onlar kiçilərlər sonra. Sözlərimi azad burax canım Fəridə. İcazə ver, quş kimi süzülsünlər başqalarının ürəklərində. Bəlkə özlərinə yuva belə qurarlar orada. Sev özünü canım Fəridə. Vallah da, billah da, sevilməli adamsan sən. Bu məktubu tapanda həyatla münasibətimi bir də gözdən keçirməyə qərar verdim. Baxdım ki, bugün nələr olur, bilmirəm. Sabah nələr olacaq, bilmirəm. Amma bildiyim odur ki, indiki mən, indiki ağlımla deyirəm ki, qoy başqaları cədvəllər qursun, çərçivələr çəksin. Mən yenə o çərçivələrin üstündən hoppanıb keçəcəm. Qoy qanunlar yazsınlar, qaydalar qoysunlar özlərinə. Mən yenə olmazların izinə düşəcəm. Budaqlarım yerin ən dərin qatlarına, köklərim buludlara çatacaq. Həyatı tərsdən yaşayacağam mən. Çox qorxacam bəlkə, amma mən yenə də Fəridə olmağa davam edəcəm. Öz anlarımı muncuq kimi iplərə düzəcəm. Cırcıramaların səsini, ayın narıncı yekə bir portağala bənzədiyi gecəni, ulduz sürüşəndə tutduğum diləkləri, bir gün vəhşi bir atla dostlaşma arzumu, atəş böcəklərinə olan heyranlığımı, bütün anlarımı muncuq kimi incə-incə xəyali bir ipə düzəcəm. Gördün? Araya salıb sənin üçün şeir də yazdım. Əslində özüm üçün yazdım deyəsən. Bu da mənim özümə ad günü hədiyyəm olsun. Bugün yenə qarışdırdım hər şeyi. Sənə nə danışdım, nə dedim bilmirəm. Söhbətimin əvvəli başqa, sonu başqa oldu. Yəni, amma onsuz da mən beləyəm. Abzaslar arasında belə əhvalım dəyişir. Yəni ona görə 3 cümlə əvvəlimə belə cavabdeh ola bilmirəm. Arada melanxoliyanın suyuna çörək batırıram, arada vecsiz xoşbəxt bir kəpənək oluram. Neyniyək? Mən də beləyəm. Amma hər nə olur olsun, həyat məni çətinə salsa da, sevdiklərimlə sınasa da, bəzən düz ürəyimin başında ocaq qalasa da, şairin dediyi kimi, yaşamağın ciddi bir iş olduğunu, zarafata gəlmədiyini, hər günü bir sincab kimi böyük bir ciddiyyətlə yaşamalı olduğumu bilirəm. Elə ona görə də ayı, ulduzları, günəşi, qaranlığa ətir saçan kaktus çiçəklərini, öz insanlarımı, öz cümlələrimi, bu planetdəki varlığımı çox sevirəm və hələ ki getmək istəmirəm. İstədiyim vaxt istiqaməti dəyişə biləcəyimi ağlımda saxlayıb, gələcəyə doğru asta-asta üzürəm və bütün bunlara görə içimdə Allaha həm güvənirəm, həm də minnətdarlıq hiss eləyirəm. Və sonda səndən bir xahişim olacaq. Bölüm bitəndə bir mahnı dinləməyi istəyirəm.
Əslində mahnını bura yerləşdirmək istədim, amma müəllif hüquqlarına görə problem çıxar deyə çəkindim. Qorxdum ki, bölümü silərlər. Düzdür, mahnının sözlərini özüm yazmışdım. Amma musiqisini süni intellektə hazırlamışam deyə riskə getmək istəmədim. Sən mahnını ya əgər bir gün ölsən bölümünün sonunda, ya da Instagramdakı cızmaqara səhifəmdə çərpələngli postda dinləyə bilərsən. Sadəcə xahişim odur ki, mən bölümü bitirən kimi birbaşa o mahnını aç. Çünki bu ad günümdə sırf o mahnıdakı hissə köklənmişdim. Düzdür, mahnının əvvəl yazmışdım, amma yenə də mənəm də belə baxanda. Və indi isə başqa bir canım şairin sözləri ilə hisslərimi calayıram sənin üçün. Həyat dedikləri bu keşməkeşdən, qəlbimdə qanımda yanan atəşdən, gecədən gündüzdən, aydan günəşdən, bu əngin fəzadan necə əl çəkim.